أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين خالق خلائق الأجمعين الأول الآخر والظاهر الباطن والحي الذي لا يموت ثم الصلاة والسلام على البشير النذير والسراج المنير الطهر الطاهر المنصور المؤيد أبا القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة مباركة صدق الله العلي العظيم. Əziz və hörmətli möminlər, ikinci Qədr gecəsinə yığışmışıq, həm də İmam Əli əleyhissalamın şəhadətidir. Bu şəhadət münasibəti ilə sonuncu hüccət başda olmaqla hər birinizə baş sağlığı verir. Bugünkü xütbəm iki mövzuda olacaq, həm Qədr gecəsi, həm şəhadət. Buna görə də bir neçə kəlmə Qədr gecəsinin fəzilətləri haqqında danışacağıq. İkinci hissədə isə müttəqilərin imamının Qur'an-ı Kərimdə olan fəzilətlərindən danışacağıq. Hər iki mövzu 15 əsrdə danışılır, yazılır, tədqiq edilir, bitməyib, nə də qiyamətə qədər bitməyəcək. İndicə diqqətinizə çatdırdığım ayə Duxan surəsinin 3-cü ayəsi idi ki, Uca Rəbbimiz bu ayədə biz Qur'anı mübarək Qədr gecəsində nazil etdik. Diqqət etdinizsə, ayə ənzəlnahu, ənzələ, inzal feili ilə ifadə olunub. Bilirsiniz, Qur'anın iki cür nazil olması var. Birincisi inzal, yəni bütövlükdə nazil olmaq. Qur'an bütöv şəkildə lövh-i məhfuzdan bir rəvayətə görə Sidrətül Müntəhaya ehtimal olunur ki, 4-cü göyə nazil olub, oradan yeri gəldikcə Cəbrail əleyhissalam Peyğəmbərə gətirərmiş. İkinci ehtimal bundan ibarətdir ki, bütövlükdə Peyğəmbər salavatullahın qəlbinə nazil olur, yeri gəldikcə Cəbrail əleyhissalam nazil olar və filan ayəni və ya filan surəni deyərmiş. İkinci nüzul isə tədrici nüzuldur. Yəni Qur'anın hissə-hissə nazil olmağı. İnnə nəhnu nəzzəlnə zikrə. Qur'anı biz tədricən nazil etdik. Tədricən dedikdə isə həmin o 23 il nəzərdə tutulur. Məkkə və Mədinə dönəmində nazil olmuş ayələr. Qədr gecəsi nədir? Onun hansı fəzilətləri var? Biri budur ki, Qədr gecəsi 1000 aydan üstün olan bir gecədir. Qədr surəsində Uca Rəbbimiz Leylatul Qadri xayrun min əlfi şəhr deyə buyurmaqdadır. Qədr gecəsi bir gecədir ki, 1000 aydan üstündür. Əslində 1000 ay ifadəsi həm də simvolik
məna daşıyır. Yəni qocaman bir insanın ömrünə dəyər. Bu o deməkdir ki, hər kəs Qədr gecəsində hər hansı bir ibadət edərsə, qocaman bir şəxsin ibadətinə dəyər onun ibadəti. Məsələn, namaz qılsa, sanki 1000 ay namaz qılıb. 1000 ayın 83 il 4 ay eləyir. Məsələn, Qur'an oxusa, 1000 ay Qur'an oxuyub və s. və ilaxır. Qədr gecəsinin bu dərəcədə qədir qiyməti var. Elə adı üzərindədir. Həm də Allah bayaq qeyd etdiyimiz Duhan surəsində bu gecəni bərəkət adlandırır. Leylətun mübarəkə, yəni çox bərəkətli gecə. Bərəkət sözünün mənası içərisində çoxlu xeyir olan deməkdir. Məsələn, deyirik, filan kəs, Allah sənin toyunu mübarək eləsin. Yəni, bu toydan sənə çoxlu xeyir versin. Qədr gecəsinin üstün cəhətlərindən biri də budur ki, həmin gecədə ərşin mələkləri yer üzərinə enərlər. Ayə, tənəzzəlül mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Allahın icazəsi ilə ərşin mələkləri və ruh nazil olar. Ruhda məqsəd bir rəvayətə görə Həzrəti Cəbrail əleyhissalamdır. Lakin bəzi təfsirşünaslar İmam Cəfər Sadiq əleyhissalamdan nəql edilmiş bir rəvayətə istinad edərək belə yazırlar ki, İmam əleyhissalam buyurdu ki, ruh Cəbraildən də böyük bir müqərrəm mələkdir. Onun ərşdən yer üzünə enməsi ildə bir dəfə yalnız Qədr gecəsində baş verər. Deməli, Qədr gecəsi o gecələrdəndir ki, mələklər həmin gecə yer üzünə enərlər. Mələklərin enişi isə insanlar üçün xeyir, bərəkət deməkdir. Çünki enmiş hər bir mələk əhya saxlayan hər bir şəxsə ayrı-ayrılıqda salam verməkdədirlər. Mələkin salamı bizim salamımıza bənzəməz. Əssalamu aleykum sözünün mənası sənə sağlamlıq olsun, sənə sülh olsun, bütün növ şərdən xilas olasan, qorunasan mənasını ifadə edir. İmam Məhəmməd Baqir əleyhissalamdan nəql edilmiş bir hədisdə ravilərdən biri imamdan sual eləyir ki, nə üçün od Həzrət İbrahimi yandırmadı? Məlumdur, Qur'an buyurur ki, Qulna ya naru bərdən və sələmən alə İbrahim. Allah əmr eləyib. İmamın cavabı bu oldu ki, İbrahim əleyhissalam ki, oda atıldı, Cəbrail əleyhissalam nazil oldu, ona salam verdi. Həmin salamın hikməti bu idi ki, od İbrahim əleyhissalama zərər toxundurmadı. Bu rəvayəti ona görə qeyd etdim ki, Qədr gecələrində mələklərin əhya əhlinə salam verməsi, həmin gecəni oyaq qalıb ibadət və itaətlə məşğul olanların hər növ şərdən, hər növ fitnədən uzaq olması mənasındadır. Qədr gecəsinin digər bir üstün cəhəti Əhl-i Beytlə əlaqənin olmasıdır. Qədr gecəsi biz Əhl-i Beyt əleyhissalamla irtibat qurduğumuza görə bu gecə alimlərimizin nəzərində Əhl-i Beytlə qurulmuş ən üstün irtibat, yəni əlaqə kimi dəyərləndirilib. Dəlil İmam Cəfər Sadiq əleyhissalamın hədisidir. Hədisi Kuleyni Usul-i Kafi əsərinin 1-ci cildində nəql edib.
İmam Cəfər Sadiq əleyhissalamın atası İmam Məhəmməd Baqir əleyhissalamdandır. Həzrət buyurur ki, ey Əhl-i Beyt tərəfdarları, Qədr surəsi ilə möhkəm bağlar qurun, yəni o surəni oxuyun, onu dərk edin, onunla yoldaşlıq edin ki, tuflihu, yəni nicat tapasınız. Qədr gecəsi sizin dininizin, yəni Qədr surəsi, sizin dininizin ağasıdır. Və innəhə ləğayətu ilminə, bizim elmimizin qaynağı, qayəsi Qədr surəsindədir. Ya mə'şərə şiə, ey Əhl-i Beyt tərəfdarları, xasimu bihamim vəl kitab inna ənzəlnahu fi leylətin mübarəkə inna kunna munzirin. Duxan surəsi ilə də çox əlaqə qurun. Fə innəhə ləvilatil əmri xassətən bə'də Rasulillah. Bu surə də Rasulullahdan sonra dinin, əmrin əlaməti olaraq hesab edilir. Nə üçün bu hədisi xüsusi olaraq Əhl-i Beytlə irtibat kimi dəyərləndirirlər? Ona görə ki, bildiyiniz kimi Qədr gecəsi təqdir gecəsidir. İnsanın bir illik taleyi məhz Qədr gecəsində yazılar. Bir nəfər İmam Məhəmməd Baqir əleyhissalamdan sual elədi. Dedi, ey Rasulullahın oğlu, siz dəqiq bilirsiniz ki, Qədr gecəsi hansı gecədir? İmam əleyhissalam təbəssüm elədi. Dedi, ağa, nəyə gülürsən, nəyə təbəssüm elədin? Dedi, necə ola bilər ki, biz Qədr gecəsinin məhz hansı gecə olduğunu bilməyək? Dedi, necə bilirsiniz, haradan bilirsiniz? Dedi, Qədr gecəsi o gecə idi ki, o gecədir ki, Cəbrail başda olmaqla ərşin mələkləri nazil olar, Peyğəmbərə salam verərdilər. Peyğəmbərdən sonra İmam Əliyə və bu minvalla da Qədr gecəsində enib mənə, zamanənin, dövrün imamına mələklər salam verər və hər bir bəndənin yazılmış olduğu o təqdirnamə dövrün imamına ərz edilər. O cümlədən də indiki dövrdə sonuncu hüccətimiz olan İmam Məhdi əleyhissalama. Əhl-i Beytin Qədr gecəsi ilə olan rabitəsi bizim idrakımızın fövqündədir. Dediyim hədisi şərh eləyən alimlər bu nəticəyə gəliblər ki, bu mövzuda olan hədislər səhih olduğundan bizim əqidəmiz budur ki, Qədr gecəsinin Əhl-i Beytlə sıx bağlılığı var. Amma o bağlılığın mahiyyəti bizim idrakımızın fövqündədir. Digər mühüm bir məsələ burada onda özünü göstərir ki, bilirsiniz, bəzi insanlar belə bir iddia irəli sürüblər ki, Qədr gecəsi bir gecədir, yalnız Peyğəmbərin dövrünə aiddir. Axı Qur'an deyir ki, biz Qədr gecəsində nazil etdik. Bunu dəlil olaraq göstərirlər ki, Qur'an bir gecədə nazil oldu Peyğəmbərə, onunla da Qədr gecəsi bitdi. Daha sonraki mərhələdə Qədr gecəsindən söhbət gedə bilməz. Amma biz Əhl-i Beyt məktəbinin bu mövzuda möhkəm dəlilləri var. Birinci dəlilimiz bundan ibarətdir ki, əziz möminlər, tənəzzəlül mələikə və ruh ayəsi ki var, tənəzzül sözü müzari feilidir, yəni davamiyyətə, əl-istimrar və təcdid deyirlər.
Yəni işin daimiliyinə və yenilənməsinə dəlalət eləyir. O gündə, o gecədə daha doğrusu mələklər nazil olarlar ifadəsi, yəni keçmiş zamanda deyil, indiki və gələcək zamanda Allah bu feili işlətməklə bildirmək istəyib ki, Qədr gecəsi hər il davam eləyən gecədir. Onun bərəkətindən gedir. Yoxsa hər il Qur'an yenidən nazil olmaz ki. Qədr gecəsinin bərəkəti yalnız Peyğəmbərin dövründə ayə Qur'an nazil oldu, onunla bitdi deyənlərə birinci dəlil bu oldu ki, ayədəki işlənən feil istimrarıdır, yəni daimilikə, yenilənməyə dəlalət eləyir. İkinci dəlilimiz İmam Cəfər-i Sadiq əleyhissalamdan nəql olunan hədisdir. Hədisi Davud ibn Fərqəd adında ravi nəql eləyir. Deyir ki, mənə Yaqub adında şəxs belə nəql etdi. Səmi'tu rəculan yəsəlu Əbu Abdullah əleyhissalam min leylətil qadr. Bir kişi İmam Cəfər-i Sadiq əleyhissalamdan Qədr gecəsi haqqında soruşub buyurdu. Əxbirni an leylətil qadr. Kanat av təkunu fi kulli amin. O olub keçmişdir, yəni Peyğəmbərin dövründə Qədr gecəsi oldu, bitdimi, yoxsa davamlı olaraq gedəcək bu iş qiyamətə qədər? Fəqaləl İmam əleyhissalam, Həzrət belə cavab verdi. Lav rufi'at leylətul qadr, la rufi'al Qur'an. İmam elə bir cümlə vurdu ki, necə deyərlər, məsələni kökündən həll eylədi. Dedi, əgər Qədr gecəsi aradan getsəydi, Qədr gecəsi qaldırılsaydı, bütöv Qur'an aradan getmiş olardı. Deməli, Qədr gecəsi hər il davam eləyən, qiyamətə qədər də gedəcək bir gecədir. Qədr gecəsi, əziz möminlər, elə bir gecədir ki, bu gecənin fəziləti haqqında nəql olunmuş hədislərin ümumi sayı 500-dən artıqdır. O hədislərin bir neçəsini sizin diqqətinizə çatdıraq. İmam Baqir əleyhissalam buyurur ki, mən əhya leylətal qadri, hər kəs Qədr gecəsini ehya etsə, təkcə bu oyaq qalmaq mənasında deyil ha. Biz elə ehya sözünü oyaq qalmaq kimi təhlil eləyirik, tərcümə eləyirik. Ehya həyat sözündəndir. Yəni hər kəs Qədr gecəsinə yaşatsa, yaşasa, o gecə həyatda olsa, diri olsa, görünür ki, İmam əleyhissalam Qədr gecəsi saxlayana diri olan deyir. Ğufirət ləhu zunubuhu və ləv kanət ədəl səmə. Onun günahları bağışlanar, səmadakı ulduzların sayı qədər olsa belə və məsaqiləl cibal, dağların ağırlığı qədər olsa belə və məkayiləl bihar və hətta dənizlərin suyunun ölçüsü qədər olsa belə əhya saxlayan, o gecəni, Qədr gecəsini ibadət və itaətlə keçirən insanların bu qədər günahları olsa belə, İmam əleyhissalam buyurur ki, Allah hamısını bağışlayacaqdır. İmam Cəfər-i Sadiq əleyhissalam digər bir hədisində belə buyurur. Tənəzzəlul mələikə və ruh fi leylətil qadri ilə vəliyyil əmr, yəni əl-imamil məsum. Qədr gecəsində mələklər və ruh və ya Cəbrail əleyhissalamdır, yaxud da başqa bir mələkdir, dedik ona. Nazil olar kimə? Məsum imama. فَيُعْرَضْ عَلَيْهِ أَمْرَ السَّنَةِ مِنْ غُرُوبِ الشَّمْسِ إِلَى طُلُوعِهَا.
gün batandan gün çıxana qədər olan bir illik bütün işləri İmam əleyhissalama ərz eləyər. Sadə təhlili ondan ibarətdir ki, Qədr gecəsi bizim həyatımızda belə bir rol oynayır. Mələklər və ruh nazil olur, bizim taleyimizi yazdıqları o vərəqə, o dəftər dövrün imamına təqdim olunur. İmam əleyhissalamın bizim il ərzində gördüyümüz və ya görəcəyimiz işlər haqqında məlumatı olur. Deməli, Qədr gecəsi həm də bizim oyandığımız, diqqətli olduğumuz gecədir. Elə edək ki, bu gecə bizim əməl dəftərimizdə imamın huzurunda başımızı aşağı salacaq əməllərlə dolu olmasın. Peyğəmbər salavatullah bir hədisində Qədr gecəsini Allahın hədiyyəsi kimi qəbul eləyib, Allahın hədiyyəsi olduğunu deyib. Hədiyyələr nə çoxdur. Bəzən hədiyyə verildiyi əşyanın qiymətinə görə deyil, verən kimsənin qiymətinə görə hesablanır. Qədr gecəsi Allahın hədiyyəsidir. Həzrət buyurur ki, İnnəllâhə vəhəbə li ümməti leylətəl qadr. Allah mənim ümmətimə Qədr gecəsini hədiyyə olaraq ərməğan etmişdir. وَلَمْ يُعْتِهَا مَنْ كَانَ قَبْلَهُمْ. Mənim ümmətimdən qabaq keçmiş heç bir ümmətə belə bir Qədr gecəsi təqdim edilməyibdir. Başqa bir hədisdə İmam Cəfər Sadiq əleyhissalam buyurur, bunu da sizin diqqətinizə çatdırım. İmam əleyhissalam buyurur ki, Mən qarəə surətəl ənkəbut və rum fi leyləti 23 min şəhr Ramazan. Hər kəs Ramazanın 23-cü gecəsi Ənkəbut ilə Rum surəsini oxusa, yadda qalsın, 23-cü gecə Ənkəbut ilə Rum surəsini oxusa, fəhuvə vallahi, imam and içir, and olsun Allaha, min əhlil cənnə, o mütləq cənnət əhlindən olacaqdır. Bu da onu göstərir ki, bəzi surələrin Qədr gecəsi ilə xüsusi bağlılığı vardır. Qədr gecəsinin nə üçün Qədr adlanması haqqında da müxtəlif versiyalar var. Qədr ona görə Qədr gecəsi adlanır ki, birincisi çox qiymətli olduğuna görə, ikincisi Qədr sıxlıq deməkdir. Məsələn, ərəblər qazana qıdır deyirlər. Xörək bişirdiyimiz qazana nə qədər nemət doğranılır, tökülür, onlar orada sanki bir-birinə darısqallıq yaratmış olurlar. Yəni, Qədr gecəsi ona görə bu adı alıb ki, ərşin mələkləri o qədər enər ki, yer üzünə, onlar bir-birlərinə sıxlıq yaradarlar. Ona görə Qədr belə adlanıb. Və digər, əlbəttə ki, başqa adları da vardır. Qədr gecəsindən məhrum olanlar nədən məhrum olurlar? Bu da çox önəmli məsələdir. Peyğəmbərimizin, imamlarımızın hədislərində öz əksini tapıb. Birincisi, əl-hurma min tövbə vəl-məğfirə, tövbə və bağışlanmadan məhrum olanlar. İkincisi, əl-ibtiad ən rəhmətillah, Allahın rəhmətindən uzaq düşmüş olanlar. Fəqdanu təqdiril ceyyidil iqdar. Üçüncü məhrumiyyətləri budur ki, əziz möminlər, yaxşı taleydən məhrum olanlar. İmamlarımız buyurur ki, Qədr gecəsini əhya eləməmək onun üçün yazılacaq yaxşı təqdirdən, taleydən məhrum olmaq deməkdir. Peyğəmbər buyurur, İnnəş-şəqiyyə mən hurmə qufranəllahi fi həzə şəhril azim. Bədbəxt o şəxsdir ki, bu əzəmətli ayda
Allahın rəhmətindən özünü məhrum etmişdir. Başqa bir hədisində rəğimə ənfumri'in dəxələ aleyhi Ramazan thumma insələxə minhu və ləm yuğfər ləh. Hərfən ərəblərdə məşhur bir ifadədir. Rəğimə ənf, insanın burnu yerlə sürünsün. Yəni bəlkə də belə tərcümə eləmək olar ki, bədbəxt o şəxsdir ki, məhrum olmuş o şəxsdir ki, Ramazan ayına daxil ola, Ramazan ayından xaric ola, amma özünü bu ayda bağışlatmaya. Deməli, Qədr gecəsinin bizim taleyimiz, bizim həyatımız üçün bu qədər önəmi vardır. Dedik ki, xütbəmizin ikinci mövzusu müttəqilərin imamının mənqəbə və fəzilətlərinə həsr ediləcəkdir. Çünki İmam əleyhissalamın Ramazan ayının 19-unda zərbətlənməsi, 21-də isə şəhadət şərbətini içməsi həm də onu göstərir ki, Qədr gecələrinin İmam Əli ilə bütövlükdə Əhl-i Beytlə möhkəm bağlılığı var və bəlkə də bu gecəyə dəyər qatan amillərdən biri də məhz o həzrətin bu gecələrdə vurulması, şəhadət şərbətini içməsidir. Bir neçə mühüm nöqtəyə istəyirəm toxunaq. Ayə və hədislər əsasında biz nə qədər insan, bəşər övladı nə qədər fəsahət və bəlağətli danışsa, mən həmişə bunu deyirəm ki, məsumun dilindən gərək məsum danışam. Uca Allah Qur'an-ı Kərimdə İbn Abbasın rəvayətinə görə 300-dən artıq ayədə İmam Əli əleyhissalamı övmüşdür. Hənəfi məzhəbinin böyük alimlərindən, fəqih, hədisşünas, təfsirçilərindən biri olan Hakim Əl-Həsqani Əş-Şəvahidut Tənzil adında çox məşhur bir əsər yazıb, 200-dən artıq ayəni həmin əsərində toplayıbdır. Mən həm o əsərdən, həm də böyük Əhl-i Beyt alimi Məhəmməd Baqir Məclisinin Biharul Ənvar əsərindən bu hədisləri götürmüşəm. Qaynağı ona görə dedim ki, bizi sonradan izləyəcək tamaşaçılara da əyan olsun ki, dediyimiz bu hədislərin möhkəm qaynaqları vardır. Uca Allah Şura surəsinin 23-cü ayəsində Qul lə əsəlukum aleyhi əcrən illəl məvaddətə fil qurba deyə buyurur. Ya Peyğəmbər de, Peyğəmbərliyin müqabilində sizdən heç bir şey istəmirəm, istəgim yalnız və yalnız Əhl-i Beytimi, yaxınlarımı sevməkdir. Baxın, Allah Peyğəmbərin Peyğəmbərliyini tərəzinin bir gözünə qoyur, tərəzinin o biri gözünə isə Əhl-i Beytin sevgisini qoyur. Peyğəmbər Peyğəmbərlik eləyəcək, əvəzində deyir, heç nə ummayacaqsan, bircə şey umacaqsan ümmətdən, Əlinin sevgisini. Əli də Əhl-i Beytin başıdır. Əli, yəni bütöv Əhl-i Beyt. Deməli, Peyğəmbərimizin Peyğəmbərliyinin qiyməti Əhl-i Beyt sevgisidir. Heç bir şey onu əvəz eləyənməz. 1000 il namaz qılacam, 1000 xətm eləyəcəm, xeyri yoxdur. Açıq, aşkar ayə deyir ki, Peyğəmbərlik eləyəsən, əvəzində alacaqsan Əhl-i Beytin məhəbbətini. Peyğəmbər salavatullah uzun bir hədisində buyurur, həm təbərrük olsun, həm də daha dəqiq etimad olsun deyə ərəbcədən oxuyam. Aliyyun seyyidul müminin, Əli möminlərin ağasıdır və amudiddin, dinin sütunudur. Həzəlləzi yəzribun nəsə bis-seyfi aləl haqqı bə'di. Məndən sonra haqqın uğrunda qılıncı çəkən o olacaqdır. Əl-haqqu mə'a aliyyin eynəmə malə. Əli hara meyl eləsə haqq oradadır. Demir ha, Əli harda dayansa haqq oradadır. Hara baxsa, hara meyl eləsə, Peyğəmbər buyurur ki, haqq oradadır.
İnni tarikum fikum emreyn in əxəztum bihimə lən təzillu. Sizin aranızda iki iş qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt zəlalətə düşməyəcəksiniz. Kitabəllahi və əhlə beyti. Allahın kitabı və əhl-i beytim. Eyyuhənnas. Peyğəmbər bir hədisin əvvəlində eyyuhənnas ifadəsini işlədib. Ey insanlar, xitabdır. Bir də hədisin ortasında, niyə ortasında əlavə olaraq ya eyyuhənnas ifadəsinə yer verib? Bəlağət alimləri deyirlər ki, sadaladıqlarından sonra daha üstün bir işə diqqət çəkmək üçün əlavə xitab eləyib. Görək nədir o? Eyyuhənnas isma'u. Məni yaxşıca eşidin. Bəlləxtu ənəkum sətəridunə aleyyəl havza fə əsəlukum əmmə fəəltum fissəqələyn. Məni yaxşıca eşidin. Sizə çatdırdığım bu işlər barəsində hovuzun kənarında, Kövsər hovuzunun kənarında sizdən sual eləyəcəm. وَالثَّقَلَانِ كِتَابُ اللّٰهِ وَأَهْلَ بَيْتِ. Sual edəcəyim şey Allahın kitabı haqqında olacaq. O kitaba necə bağlanmışsınız və əhl-i beyti, yəni əhl-i beytim haqqında olacaqdır. فَلَا تَسْبِقُوهُمْ. Əhl-i beytdən qabağa keçməyin. Fətəhliku. Nəticə nə olar? Fətəhlikudakı fə hərfi nəticədir. Yəni əhl-i beytdən qabağa keçsəniz, nəticəsi bu olacaq ki, hamınız həlak olacaqsınız. Və la tuallimuhum. Onlara bir şey öyrətməyin. Fə innəhum a'lamu minkum. Çünki onlar sizdən daha ələmdilər, daha bilgilidirlər. Ardınca görün nə buyurur? Aliyyun ismul əkbər və mirasul ilm və atharu ilmun nubuvvə. Əli ismi əkbərdir, Əli elmin varisidir, Əli peyğəmbərlik elminin varisidir, nişanəsidir. Demədi ha mənim elmimin. Peyğəmbərlik elmi dedikdə Adəmdən xatəmə nə bilgi varsa, Həzrətin cümləsinin mənası bu olur ki, Əli həmən o nübüvvət elminə bələd olan şəxsiyyətdir. Fəqalən nəbiyyü. Bunu deyəndən sonra ardınca Həzrət belə davam eləyir. Qul lə əsəlukum aleyhi əzrən illəl məvəddətə fil qurba. Həmən o Şura 23-cü ayəni oxuyur. Yəni sizə peyğəmbərlik eləyirəm. Əvəzində heç nə ummuram. Əhl-i beyti sevəcəksiniz. Sümmə qalə. Ayəni oxuyandan sonra belə buyurdu. Və izəl mavudətü suilət bi eyyi zəmbin qutilət. Hansı günaha görə öldürüldülər? Diri-diri torpağa gömüldülər, hansı günaha görə öldürüldülər. Bu ayət tərcümələrdə rast gələrsiniz ki, qız uşaqlarının diri-diri bastırılması. Diri-diri gömüldülər, hansı günaha görə öldürüldülər ayəsinin batini mənası Peyğəmbər hədisi buyurur ki, əhl-i beytin öldürülməsinə, şəhadətinə aiddir. Yəqulu əsəlukum anil mavaddəti Əlləti unzilət aleykum fəzləhə məvaddətəl qurba bi eyyi zəmbin qətaltum. Peyğəmbər bu ayəni açıqlayarkən buyurdu ki, fəziləti, sevgisi sizə vacib olan insanları, yəni əhl-i beyti öldürdüyünüzə görə sizdən mütləq sorğu-sual ediləcəkdir. Hədisin mənbəsi Feyz Qaşaninin Əl-Vafi əsərinin 2-ci cildidir. Digər bir hədis. Və minən nəsi mən yəşri nəfsəhu ibtiğaə mərdatillahi vəllahu raufun bil ibad. Bəqərə surəsinin 207-ci ayəsinin haqqında Əbu Səid Əl-Xudru belə rəvayət edir. Ləmmə usriyə bin nəbiyyə yuridul qarə bətə Aliyyü ibn Əbi Talib əla firaşı Rəsulillah. Hədis uzundur, qoy tərcüməsini deyim. Əbu Səid Əl-Xudru nəql eləyir ki, o insanlar ki, öz canlarını Allah yolunda fəda edərlər ayəsi haqqında Peyğəmbər salavatullah
belə buyurdu ki, Allah Cəbrail əleyhissalama və Mikail əleyhissalama belə xitab elədi. Bilirsiniz də, Peyğəmbərin yerində Həzrət Əli əleyhissalam yatıb. Bu ayəyə Ayətül Məbit deyirlər, gecələmə ayəsi. Peyğəmbərin yerində uzandı Əli əleyhissalam, Peyğəmbər gecə ilə Məkkəni tərk eləsin deyə. Talib oğlu Əli qədər də deyilsinizmi? Ona oxşaya bilməzsinizmi? Əxeytu beynəhu və beynən nəbiyyi bi nəfsih. Mən onunla Peyğəmbəri bir-birinə qardaş elədim. O, Peyğəmbərin yerində yatdı, öz nəfsini mənim xatirimə Peyğəmbərə həsr elədi. İhbita iləl ərdi fəhfəzahu min aduvvi. İkiniz də enin yer üzünə, onu qoruyun. Hədis uzundur, ardınca deyir Həzrət Cəbrail imamın baş tərəfində, Mikail isə ayaq tərəfində dayandılar. Və Cibrilu yunadi. Həzrət Cəbrail belə nida elədi. Bəx-bəx mən mislikə yəbnə Əbi Talib. Bəh-bəh bizdə də işlənir. Sənin kimi kim var ey Əbi Talibin oğlu? Allahu yubahi bikəl məlaikə. Allah səninlə mələklər önündə iftixar eləyir, fəxr eləyir. Fəənzəlallahu təalə həzihil ayə. Allah bu Məbit ayəsini də beləcə nazil etdi. Burada diqqət yetirəcək bir ayə qeyd eləmişəm. Uca Allah Mücadilə surəsinin 5-ci ayəsində buyurur ki, İnnəl-ləzīnə yuhaddunəllâhə və rəsuləhu kubitu kəmə kubitəl-ləzīnə min qəblihim. O şəxslər ki, Allah və onun rəsulü ilə mübahisəyə, mübarizəyə girişərlər, özlərindən əvvəlkilər rüsvay olduqları kimi rüsvay olacaqlar. وَقَدْ أَنْزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ. Biz açıq-aşkar ayələr göndərdik. وَلِلْكَافِرِينَ عَذَابٌ مُّهِينٌ. Kafirlər üçün sarsıdıcı, rüsvay edici əzab vardır. Bu məsələyə xüsusi diqqət eləyək. Deməli, Allah və onun rəsulü ilə müharibə edən, Peyğəmbərə qarşı çıxan adamın cəzasını Allah dedi. Dedi onlar üçün keçmişdəkilər rüsvay olduğu kimi onları rüsvay eləyəcəm və onlar kafirlərdir və onlar üçün əzabun muhin, çox sarsıdıcı əzab hazırlamışam. 3 xislət sadaladı. Allaha, Rəsulullaha qarşı çıxanlar üçün. İndi görək Peyğəmbər bu ayəni necə açıqlayıb. Hədisdə buyurur Peyğəmbərdəndir. Mən kuntu məvlahu fəhəzə əliyyun məvlahu. Əliyini rəhbər bilən, hər kəs məni rəhbər bilirsə, əliyini özünə rəhbər bilsin. Allahumma vali mən valahu. İlahi, əliyini rəhbər bilənə sən də rəhbər ol. Və adi mən adahu. Ona düşmən olana sən də düşmən ol. Ayəyə diqqət eləyin, nə buyurdu? Hər kəs Allah və onun rəsulü ilə düşmənçilik etsəni diqqətdə saxlayın. Hədisin sonu nöqtəni vuracaq. Vansur mən nəsərəhu, ona kömək eləyənə kömək elə. Vəxzul mən xəzələhu, onu xar eləyəni sən də xar elə. Onu tək buraxanı sən də tək burax. Və əhibbə mən əhibbəhu, onu sevəni sən də sev. Və əbğiz mən əbğəzəhu, ona nifrət edənə pərverdigara sən də nifrət et. Və ə'in mən ə'anəhu, kömək eləyənə kömək ol. Elə ki, İmam Şafii bu hədisi nəql eləyəndən sonra görün nə deyir ardınca. Belə bir izah verib. Yəni bizəlikə vilətil İslam. Yəni Əli İslamın bayrağıdır. Əli İslamın öndəridir, özüdür. Və zəlikə qavlullahi əzzə və cəl. Necə ki, Allahın özü buyurmuşdur.
Zəlikə bi ənəllaha mövləllezine əmənu və ənəl kafirinə la mövlə ləhum. Peyğəmbərimizə aid olan surənin 11-ci ayəsidir. Deyir ki, Allah ona iman gətirənlərin mövlasıdır. Peyğəmbər dedi axı, mən kuntu mövlahu fəhazə aliyyum mövlahu. Allahumma vali mən valahu. Əlini vali bilənə sən vali ol. Quran da həmin surənin 11-ci ayəsində deyir ki, Allah, mən yalnız iman gətirənlərin mövlasıyam. Kafirlərin isə heç bir mövlası yoxdur. Yəqin ki, mətləb aydındır. Başqa bir ayədə Maidə surəsinin 33-cü ayəsidir. Vaxt məhduddur, birbaşa tərcümə edək. Allahla və onun rəsulü ilə müharibəyə qalxanlar və yəs'avna fil ərzi fəsada, yer üzündə fitnə fəsad törədənlər, bunlar üçün neyləyin? Kim Allahla, Rəsulullahla müharibə eləsə, yer üzərində fitnə fəsad törətsə, Allah nə deyir? Ən yuqəttəlu, onları öldürün, Əv yusallabu, onları çarmıxa çəkin, Əv tuqatta'a əydihim və ərculuhum min xilafin, çarpazvari şəkildə əl ayaqlarını kəsin, Əv yunfav minəl ərd, və yaxud da onları sürgün edin. Zəlikə ləhum xizyun fid dünya, bu onların dünya əzabıdır. Və ləhum fil əxirəti əzabun azim, onlar üçün axirətdə çox əzəmətli bir əzab vardır. Maidə 33, Peyğəmbər bu surəni təfsir edərkən belə buyurdu. Diqqət edin, Allah deyir ki, Allahla, Peyğəmbərlə vuruşanı öldürün, çərpazvarı əl qolunu kəsin və s. və ilaxır. Peyğəmbər ayəni oxuyandan sonra ardınca bu hədisi buyurub. Mən qatələ aliyyən fəqət qatələni, əlini öldürən, əli ilə müharibəyə qalxan mənimlə müharibə eləyib. Allah da Peyğəmbərlə müharibə eləyənə nə dedi? Maidə 33-də. Diqqətdə saxlayaq. Və mən harəbə aliyyən fəqad harəbəni, əli ilə müharibə mənimlə müharibədir. Və mən harəbəni fəqad harəbəllah, mənimlə müharibə Allahla müharibədir. Ya Əliyyü, ey Əli, mən əbğəzəkə fəqad əbğəzəni, sənə nifrət eləyən mənə nifrət eləyibdir. Və mən əbğəzəni fəqad əbğəzəllah, kim mənə nifrət eləsə Allaha nifrət eləyibdir. Və ətəəsəllahu cəddəhu, Allah o şəxsin taleyini uğursuz etsin. Yəni Allah onu cəhənnəmlik etsin. Quran buyurur ki, Peyğəmbərin duası sizin dualara bənzəməz. Yəni mütləq şəkildə qəbul edilər. Ardınca buyurdu ki, və ədxələhu narə cəhənnəm, Allah onu cəhənnəmlik edəcək. Və innə şəqiyyə kullə şəqiyyə, ən bədbəxtdən də ən bədbəxti odur ki, mən adəkə və əbğədəkə və nəsəbələkə, səninlə düşmənçilik edə, sənə nifrət edə və sənə hiylə gələ. Peyğəmbər bəşəriyyətin ən bədbəxt adamını Əli əleyhissalama qarşı hiylə gələnləri qeyd edibdir. Cəbrail əleyhissalam fəryad eylədi. Buyurdu ki, təhəddəmət vəllahi ərkanul hüda, and olsun Allaha, hidayətin sütunu dağıldı. Vantamasət vallahu nucumus səma, göyün ulduzları məhv oldu və ə'lamut tuqa, təqvalı insanların nişanəsi öldürüldü. Vanfasamət vallahil urvətul vüthqa, qırılmaz möhkəm bağ qırıldı. Qutilə ibn əmmil Mustafa, Mustafa'nın əmsi oğlu öldürüldü. Qutilə aliyyil mürtəza, qutilə seyyidul əvsiya, qətələhu əşqəl əşqiya,
onu bədbəxtlərin ən bədbəxti öldürdü. Allahın lənəti olsun Əli övladı Əlinin düşmənlərinə, qatillərinə. Uca Allahı and verək öz izzət-i cəlalına xatir bizi dünyada Əli övladı Əlinin məhəbbətindən, ahirətdə isə şəfaətindən binəsib etməsin. Uca Allahı and verək öz izzət-i cəlalına xatir bu günlər, bu gecələrdə etdiyimiz bütün ibadətləri öz mübarək dərgahında qəbul dərəcəyə yetirsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat.